Təsəvvür edin ki, hava limanındasınız, uçuşunuza tələsirsiniz və qəfildən tanımadığınız, hətta görünüşü belə sizə qəribə gələn bir adam qarşınızı kəsir. Hə, o qorxulu ssenari. Düzdür. O adam zorla əlinizə ucuz bir gül tutturur. Siz, yəni o gülü qətiyyən istəmirsiniz, geri qaytarmağa çalışırsınız, amma adam imtina edir və gül əlinizdə qalır və sonra sizdən pul istəyir. Və sən də məntiqə uyğun olaraq gülü yerə atıb uzaqlaşmalısan. Yəni, normalda belə olmalıdır. Tamamilə belə olmalıdır, amma reallıq başqadır. Siz cüzdanınızı açırsınız, o adama pul verirsiniz və bir neçə metr kənardakı zibil qutusuna çatanda o gülü, belə deyək, nifrətlə zibilə atırsınız. Bax, əsas sual da elə budur. Əgər o gülü istəmirdinizsə və o adamdan belə yakanızı qırtarmaq istəyirdinizsə, niyə o pulu verdiniz? Xoş gəldiniz hər biriniz. Bugün biz sizinlə birlikdə insan psixologiyasının ən qaranlıq, ən gizli künclərinə, yəni o görünməz iplərin bizi necə idarə etdiyinə dair çox dərin bir müzakirə aparacaq. Bəli, çünki biz həmişə elə bilirik ki, qərarlarımızı şuurlu, tam belə məntiqli şəkildə veririk, amma əslində rasionallıq çox asanlıqla sıradan çıxa bilir. Elədir. Bugün qarşımızdakı əsas mənbə təkcə psixologiya həvəskarları üçün deyil, yəni ümumiyyətlə marketinq və satış dünyası üçün bir növ qısa yol rolunu oynayan bir klassikadır. Robert Cialdini'nin məşhur Təsirin Psixologiyası kitabı. Çox güclü kitabdır, yəni doğrudan da hər oxuyanda yeni bir şey kəşf edirsən. Bəli, və mən birbaşa sizə, yəni hazırda bizi dinləyən sizə müraciət edirəm, siz bəlkə də hər gün kiçik detallarla necə manipulyasiya olunduğunuzun fərqində belə deyilsiniz. Çox adam fərqində deyil, onsuz da. Buna görə də bu detallı araşdırmamızda biz sizin vaxtınıza qənaət edərək kitabdan götürdüyümüz ən heyratamiz 3 hekayəni danışacağıq və təhlil edəcəyik. Məqsədimiz sizi terminlərlə boğmaq deyil, yəni sadəcə o fərqindəliyi, o ard-arda gələn aha anlarını yaşatmaqdır. Və inanın mənə, bugün danışacağımız o mexanizmlər sizin həyata baxışınızı doğrudan da dəyişəcək. Və həmişəki kimi bu labirintdə birlikdə addımlayacağıq. Əla. O zaman gəlin elə birinci hekayədən, kitabın ən maraqlı məqamlarından biri olan heyvan təcrübələrindən başlayaq. Təbiət həmişə bizim üçün, belə deyək, yaxşı bir güzgü olub. Hə, o məşhur ana hindquşu hekayəsini deyirsiniz. Etolog M.W. Fox'un təcrübəsi. Tam olaraq. Yəni biz bilirik ki, ana hindquşları əslində çox qayğıkeş, qoruyucu analardır, elə deyilmi? Onlar balalarını isti saxlayır, qoruyur, amma Fox fərqli bir şey kəşf edir. Bəli, o kəşf edir ki, bütün bu ana sevgisi, bütün o qoruma instinkti əslində çox bəsit bir tetikləyiciyə, yəni xüsusi bir şərtə bağlıdır. Düzdür, balanın çıxardığı o spesifik çip-çip səsinə. Kitabda qeyd olunur ki, bala nə qədər sağlam olur olsun, əgər o səsi çıxarmırsa, ana onu rədd edir. Hətta rədd etməklə qalmır, yəni hücum edib öldürə də bilər. Təsəvvür edirsiniz? İnanılmazdır. Yəni balanın qoxusu, görünüşü sanki heç bir əhəmiyyət kəsb etmir. Tək ehtiyac o səsdir. Bəs dağsızanı məsələsi necə idi? Orada təcrübə daha da qəribələşir. Hə, dağsıcanı hindquşunun təbiətdəki ən böyük, ən qatı düşmənidir. Ana hindquşu onu görən kimi fəryad qoparır, dəlicəsinə hücum edir, dimdikləyir. Alimlər də içi doldurulmuş cansız bir dağsıcanı maketi düzəldirlər. Yəqin ki, anaya yaxınlaşdıranda ana yenə hücum edir, eləmi? Əlbəttə, maketə də hücum edir. Amma sonra alimlər çox qəribə bir iş görürlər. O cansız maketin içinə kiçik bir səs cihazı qoyurlar. Oradan bala hindquşunun o çip-çip səsinə verirlər. Gözləyin, düşməninin içindən o səs gəlir. Bəli, və vəziyyət tamamilə dəyişir. Ana hindquşu öz ən böyük düşmənini bağrına basır, onu qanatlarının altına alır. Səsi söndürən kimi isə dərhal maketi yenidən dimdikləməyə başlayır. Yaxşı, gəlin bunu biraz açaq. Yəni, mən başa düşürəm ki, heyvanların belə avtomatik instinktləri var. Amma doğrudanmı insan zəkası bu qədər bəsitdir? Axı biz hindquşu deyilik ki, bir dənə səsə görə düşməni qucaqlayaq? Burada ən heyrətamiz olan şey odur ki, bəli, biz fərqliyik. Biz təhlükəni səsə görə yox, vəziyyətə görə analiz edirik.
Amma bizim də beynimizdə həmən o Hind quşundakı kimi avtomatik işə düşən kasetlər var. Necə yəni kasetlər? Alimlər bu mexanizmi klik-viz adlandırırlar. Yəni, keçmişdəki o kaset pleyerlərini xatırlayın. Klik o tətikləyici siqnaldır. Məsələn, Hind quşu üçün o səsdir. Viz isə yəqin ki, beynin proqramı işə salmasıdır. Düzdür, o avtomatik davranış kasetinin fırlanmasıdır. İnsan cəmiyyəti o qədər mürəkkəbdir ki, bizim beynimiz yaşamaq üçün bu qısa yollara ehtiyac duyur. Bəs bizim çip-çip səsimiz nədir? İnsanlar üçün bu tətikləyici necə işləyir? Buna ən gözəl misal Harvard psixoloqu Ellen Langer'in o məşhur aparat təcrübəsidir. Yəqin xatırlayarsınız, surət çıxma, yəni Xerox aparatı qarşısında aparılan təcrübə. Hə, bəli, kitabda o hissə çox təəccüblüdür. Növbədə gözləyən insanlar. Təsəvvür edin, o yaxınlaşır növbədəkilərə və xahiş edir ki, bağışlayın, 5 səhifəm var, aparatdan istifadə edə bilərəm, çünki çox tələsirəm. İnsanların 94%-i icazə verir. Yəni, bu normaldır. Tələsir, məntiqli bir səbəbdir. Biz də cəmiyyət olaraq yol verməyə meylliyik. Tamamilə. İkinci dəfə o heç bir səbəb gətirmədən deyir ki, bağışlayın, 5 səhifəm var, aparatdan istifadə edə bilərəm. Bu dəfə rəqəm 60%-ə düşür. Bu da gözləniləndir, çünki ortada xüsusi bir səbəb yoxdur. Amma baxın, əsl klik-vız anı 3-cü versiyada olur. O deyir ki, bağışlayın, aparatdan istifadə edə bilərəm, çünki surət çıxarmalıyam. Bir dəqiqə, çünki surət çıxarmalıyam. Axı bu absurdu, oradakı hamı onsuz da surət çıxarmaq üçün dayanıb. Bəli, tamamilə mənasız, yəni boş bir səbəbdir. Amma nəticə necə oldu bilirsiniz? İnsanların 93%-i yenə də ona növbəni verdi. 93%, yəni birinci o tələsirəm məntiqi səbəbinə verilən reaksiyaya demək olar ki, bərabərdir. Belədir. Çünki insanlar o cümlənin ardına ümumiyyətlə dinləməyiblər. İnsanlar üçün buradakı çip-çip səsi, yəni o tətikləyici düymə sadəcə çünki sözüdür. Deməli, biz çünki eşidən kimi avtomatik olaraq düşünürük ki, arxasınca əsaslı bir səbəb gələcək. Düzdür. Beynimiz enerjiyə qənaət etmək üçün o sözü eşidən kimi səs kasetini zzz edib işə salır və icazə ver komandasını verir. Məşhur filosof Alfred North Whitehead belə bir şey deyir. O deyir ki, sivilizasiya üzərində düşünmədən edə bildiyimiz hərəkətlərin sayının artması ilə inkişaf edir. Yəni, beynimiz tənbəldir və bu qısa yollar bizim məlumat bolluğundan dəli olmaqdan xilas edir. Bəli, lakin manipulyatorlar da məhz beynimizin bu tənbəl, avtomatik rejimindən xəbərdardılar və bunu bizə qarşı istifadə edirlər. Bu, doğrudan da çox düşündürücüdür. Yaxşı, əgər bircə dənə söz, yəni adi bir çünki sözü bizi belə refleksiv olaraq işə salırsa, bəs bu bir söz deyil, bir hərəkət, bir yaxşılıq olarsa necə? Yəni, kimsə bizim fundamental əxlaqımızı silah kimi istifadə edərsə... Bax, bu bizi verilişin əvvəlində bəhs etdiyiniz o qəribə çiçək hekayəsinə gətirib çıxarır. Bəli, elə gəlin oradan davam edək. Hare Krishna cəmiyyətinin hekayəsi. Qarşılıqlılıq prinsipinin nə qədər amansız ola biləcəyini göstərən bir nümunə. Dinləyicilərimiz üçün çox güclü bir hekayədir. Dinləyicilərimiz, təsəvvür edin ki, 1970-ci illərin Amerikasındayıq. Hare Krishna dini qrupu küçələrdə inanclarını yayır və iyanə toplayır. Amma işləri heç də yaxşı getmirdi. Səbəbi də çox sadə idi. İnsanlar onların o qəribə geyimlərini, qırxılmış başlarını yadırğayırdı, onlardan çəkinirdilər və təbii ki, pul filan vermirdilər. Düzdür, dini prinsiplərinə görə geyimlərini də dəyişə bilməzdilər. Lakin onlar insan psixologiyasında elə bir boşluq, yəni elə bir kasset tapdılar ki, gəlirləri birdən-birə kosmik səviyyəyə qalxdı. O aeroport taktikası çox dahi bir tapıntıdır. Aeroportlara getdilər. Amma insanlardan pul istəməzdən əvvəl tamamilə fərqli bir şeydirdilər. Bir Krishna üzvü tələsən bir sərnişinin qarşısına qəfil çıxıb, ona zorla bir gül uzadırdı. Və təbii ki, adam o gülü almaq istəmir, qaçmağa çalışır. Tamamilə. Adam geri qaytarmağa çalışır, amma Krishna üzvü gülü onun əlinə sıxışdırıb deyir ki, xeyr, bunu geri ala bilmərəm, bu bizim sizə hədiyyəmizdir. Və gül qalır adamın əlində. Diqqət edin, proses məhz burada dəyişir. İnsan o gülü qəbul edəndən sonra, yəni məcbur əlində tutandan sonra, onlar iyanə istəyirdilər. Bəli, bu o məqamdır ki, mənim bütün rasionallığını alt-üst edir. Təkcə pul verməklə bitmir axı.
Adam o istənməyən gülü alır, cibindən pul çıxarıb verir, sonra 2 addım uzaqlaşır və o gülü ilk gördüyü zibil qutusuna atır. Krishna üzvləri də gedib o gülləri zibildən təkrar-təkrar yığıb başqalarına verirdilər. İndi mənim sizə sualım budur. Mən o gülü onsuz da istəmirəm, o adamı da heç sevmirəm. Mənə zorla verilən bir əşyaya görə niyə sadəcə istəmirəm deyib gülü yerə atıb çıxıb getmirəm? Niyə nifrət etdiyim birinə cüzdanımı açıram? Kənardan baxanda bəli, tamamilə absurd görünür. Amma bu, insanlıq tarixinin ən qədim qaydalarından biridir. Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, antropoloq Marcel Mauss'un çox önəmli bir nəzəriyyəsi var. O deyir ki, cəmiyyətin yaşaması üçün 3 öhdəlik var. Hansı öhdəliklərdir onlar? Vermək öhdəliyi, almaq öhdəliyi və ən əsası, qaytarmaq öhdəliyi. Yəni, kimsə mənə yaxşılıq edirsə, mən özümü borclu hiss etməliyəm. Dəqiqliklə. Təkamül dövründə biz öyrənmişik ki, əgər kimsə qəbilədə bizə biraz yemək verirsə, biz onu nə vaxtsa qaytarmalıyıq. Əgər sən yalnız alansansa və heç nə qaytarmırsansa, cəmiyyət sənə müftəxor damğası vurur. Aha, qədim dövrlərdə də müftəxor damğası yemək, cəmiyyətdən qovulmaq, hətta ölmək demək idi. Bəli, bizim psixikamıza borclu qalmaq qorxusu o qədər dərindən həkk olunub ki, o ağırlığı daşıya bilmirik. O qorxudan yaxa qurtarmaq üçün nifrət etdiyimiz insana belə pul veririk, özümüzü təmizə çıxarmaq üçün. Çünki bu instinkt şəxsi nifrətimizdən daha güclüdür. Və o gülü zibilə atmaqları da elə bundandır. Onlar o hədiyyəni dəyərli olduğu üçün deyil, sadəcə o borcdan qurtulmaq üçün götürdülər. Bu taktikanın ən qəddar tərəfi də odur ki, istənməyən hədiyyə bütün ipləri manipulatorun əlinə verir. Elə deyilmi? Bəli, o seçir ki, sənə nə verəcək yəni, istənməyən o gül. Və o diktə edir ki, sən ona nə qaytaracaqsan, yəni pul. Sən isə sadəcə mexaniki bir oyuncaq kimi o qarşılıqlılıq düyməsinin zız edib işə düşməsini izləyirsən. Bu bizi fərd olaraq doğrudan da çox zəif göstərir. Bir dənə gül və ya bir dənə söz bizim bütün iradəmizi qıra bilər. Ancaq bütün bunlara fərdi baxımdan yanaşdıq. Bəs bu fərdi təsirdən çıxıb böyük kütləvi psixologiyaya keçsək necə? Üçüncü hekayəmizə, yəni o qiyamət kultuna gəlirik, deyəsəm. Bəli. Təsəvvür edək ki, bizə verilən nəsə kiçik bir hədiyyə və ya aparat növbəsi deyil. Bizim bütün dünya görüşümüz, həyatımızı həsr etdiyimiz inanclarımız alt-üst olur. Reallıq bizi çox sərt şəkildə divara çırpır. Belə vəziyyətdə məntiq deyir ki, sən dərhal səhvini etiraf etməli və reallığı qəbul etməlisən. Amma biz bunu da bacarmırıq. Tam olaraq, kitabın bu üçüncü hekayəsi də elə bunu sübut edir. Festinger və komandasının araşdırdığı o Chicago'dakı məşhur qiyamət kultu. O, inanılmaz bir hadisədir. Deməli, Marian Keach adlı bir qadın var və o iddia edir ki, ona yuxarıdan hansısa uçan boşqablardan mesajlar gəlir. O ardıcıllarını inandırır ki, müəyyən bir gecədə dünya böyük bir daşqınla məhv olacaq. Və bu insanlar buna o qədər inanırlar ki, təkcə sözdə yox, bütün həyatlarını buna görə məhv edirlər. Bəli. İnsanlar işlərindən çıxır, evlərinin maşınlarını satırlar, pullarını sağa-sola xərcləyirlər, çünki dünya dağılacaq. Geri dönüşü olan bütün körpüləri yandırırlar. Onlar həmişə cəmiyyətdən gizlənən, mətbuata qapalı bir qrup olublar. Və nəhayət həmin o böyük gecə gəlib çatır. Bütün kult üzvləri xanım Keach'in elində toplanıb, uçan boşqabları gözləyirlər. Gecə yarısı olur, heç nə baş vermir. Nə daşqın, nə UFO. Çöldə quş uçmur. Gecə saat 2, 3, 4 olur, yenə heç nə. İnsanların simasında böyük bir sarsıntı başlayır. Lakin səhərə yaxın, saat 4:45-də hər şey dəyişir. Bəli, liderə qəfildən yeni bir mesaj gəlir. O deyir ki, sizin inancınız və yaydığınız o işıq o qədər güclü oldu ki, Tanrı dünyanı bağışladı, biz dünyanı xilas etdik və əsl dəlilik burada başlayır. O gizli qrup birdən-birə qapıları açır. Tamamilə. Əvvəllər heç kimlə danışmayan bu qrup küçələrə tökülür və hər kəsi aqressiv şəkildə öz dininə dəvət etməyə başlayır. Mənim beynimə batmayan budur. Məntiq deyir ki, sən səhv çıxdın, daşqın olmadı, sən evini, işini itirdin. Niyə onlar dağılmaq əvəzinə daha çox adam axtarmağa başladılar? Çünki bu insan psixologiyasının ən güclü müdafiə mexanizmlərindən biridir. Bunun adı sosial sübutdur, yəni social proof. Necə izah edərdiniz bunu?
Baxın, o insanlar hər şeylərini itirmişdilər. Reallıq onlara sillə kimi dəydi ki, siz səhv etmisiniz. Onların psixikası bu fiziki sübutu qəbul etsəydi, intihar həddinə çatardılar. Fiziki sübut tükəndiyi üçün beyin öz reallığını xilas etmək naminə yeni bir sübut axtarışına çıxdı, sosial sübut. Yəni demək istəyirsiniz ki, əgər başqalarına buna inandırsam, deməli mən düzəm. Bəli, əgər onlar çölə çıxıb yeni qurbanları bu yalanın doğru olduğuna inandıra bilsəydilər, çoxluq səhv edə bilməz məntiqi ilə öz inanclarını doğrultmuş olacaqdılar. Onların küçəyə tökülməsi başqalarını yox, əslində öz daxili böhranlarını boğmaq üçün bir fəryad idi. Bəs cəmiyyət niyə buna meyillidir? Niyə biz tərəddüd içində olanda həmişə kütləyə sığınırıq? Kitabda bu barədə çox maraqlı bir konsept var idi, pluralistik cəhalət. Otaqda tək oturmusunuz və qapının altından içəri tüstü daxil olduğunu görürsünüz. Nə edərsiniz? Dərhal panikaya düşərəm. Ayağa qalxıb qapıya qaçaram, kömək çağıraram. Tamamilə məntiqlidir. İndi isə təsəvvür edin ki, həmin otaqda sizinlə birlikdə daha 10 nəfər var. Tüstü içəri girir, siz gərgin şəkildə ətrafınıza baxırsınız, amma heç kim reaksiya vermir. Hamı sakitcə oturub telefonuna baxır. O an sizin beyniniz nə düşünür? Yəqin ki, düşünərəm, yəqin bu tüstü təhlükəli deyil. Bəlkə çöldə nəsə yandırırlar. Heç kim narahat deyilsə, deməli mən də panika etməməliyəm. Bax, budur pluralistik cəhalət. Hər kəs əslində içində narahatdır, amma hər kəs bir-birinin üzünə baxaraq reaksiyasızlıqdan bir nəticə çıxarır. Vəziyyət qeyri-müəyyən olanda, biz həqiqəti tapmaq üçün kütlənin hərəkətlərinə baxırıq və kütlə səhv edəndə biz də onlarla birlikdə səhv edirik. Qiyamət qurtuda məhz bu kütləvi təsdiqi axtarırdı yəni. Bütün bunlar həqiqətən də bizi dərin düşüncələrə qərq edir. Gəlin indi bir yekun vuraq. Biz bu 3 hekayədən nə öyrəndik? Buyurun, yekunlaşdıraq. Birinci hekayədə öyrəndik ki, beynimiz o ana Hind quşu kimi. Bircə çünki sözünə aldanıb avtomat da işləyə bilir. Biz cümlənin ardını analiz etməyə belə tənbəllik edirik. İkinci hekayədə gördük ki, biz cəmiyyətdən sürüdən qovulmamaq üçün qarşılıqlılıq prinsipinə qul oluruq. İstəmədiyimiz Krishna gülünə görə cüzdanımızı açırıq. Və üçüncüsü də sosial sübut. Bəli, üçüncü hekayədə şahid olduq ki, həyatda bütün inanclarımız çökəndə, qeyri-müəyyənlik içində boğulanda reallıqla üzləşmək əvəzinə yenə kütləyə, sosial sübuta sığınırıq. Yaxşı, bəs bütün bunlar nə deməkdir? Belə çıxır ki, bizim şuurlu iradəmiz sadəcə bir illüziyadır. Bu qədər də pessimizmə qapılmayaq. Bizim bu qısa yolların, yəni o klik-vız kasetlərini söküb atmaq kimi bir şansımız yoxdur. Və əslində ehtiyacımız da yoxdur. Onlar bizi hər xırda detalı analiz etmək yükündən xilas edir. Bəs nə etməliyik? Fərqindəlik hər şeydir. Dinləyicilərimizə məsləhətim budur ki, o avtopilot rejimi həmişə orada olacaq, amma sizin sükanı ələ almaq gücünüz var. Kimsə sizə lazımsız bir yaxşılıq edəndə və ya hər hansı bir məhsulu sadəcə bunu hamı alır deyə sizə sırmağa çalışanda, daxilinizdəki o kiçik diskomfortu, mədənizdəki o sıxılma hissini dinləyin. Bəzən o hiss sizin rasionallığınızın kömək çağrışıdır. Çox gözəl məsləhətdir. Lakin bu dərin müzakirəmizi bitirməmişdən əvvəl, mən istəyirəm ki, dinləyicilərimizi biraz düşündürəcək, bəlkə də narahat edəcək, tamamilə fərqli bir məsələyə toxunum. Buyurun. Biz bugün heyvanlardan, 70-ci illərin kultlarından və aeroportdakı güllərdən danışdıq. Lakin indi bir anlıq əlinizdəki o cihazlara, telefonlarınıza baxın. Sosial şəbəkələrdəki o sonsuz tövsiyə olunanlar lentini təsəvvür edin. Rəqəmsal dünyanın tələləri. Belədir. O algoritmlər elə-belə yazılmayıb. Onlar sizin diqqətinizi çəkmək üçün xüsusi olaraq dizayn edilmiş müasir rəqəmsal çip-çip səsləridir. Siz ekranı hər dəfə aşağı sürüşdürəndə, qarşınıza milyonlarla insanın bəyəndiyi videolar, trendlər çıxır. O algoritm əslində sizə davamlı olaraq sosial sübut təqdim edir. Bəli, yəni, bax, bunu hamı izləyir, sən də bəyənməlisən mesajı verir. Tam olaraq. Sizcə, ekranda gördüyünüz xəbərlər, ard-arda izlədiyiniz o trendlər həqiqətən sizin şuurlu seçiminizdir? Yoxsa o tətbiqə daxil olduğunuz an, İçimizdəki o avtomatik səs kaseti çoxdan vız edib işə düşüb. Öz fərdi avtopilotunuzu kimə, hansı texnoloji sistemlərə təslim etdiyiniz barədə bugün biraz düşünün. Məncə, bu müqayisə bugünkü reallığımızı tamamilə çılpaqlığı ilə ortaya qoyur.
Ümid edirəm ki, dinləyicilərimiz ekranlarına baxarkən o kasetlərin işə düşdüyünü artıq daha tez hiss edəcəklər. Mən də eyni ümidi paylaşıram. Bizi dinlədiyiniz, vaxt ayırıb bu cəlbedici qaranlıq künclərə bizimlə birlikdə səyahət etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərin müzakirələrimizdə görüşənədək özünüzdən və o görünməz düymələrinizdən müğayət olun. Sağ olun. Sual verməkdən və o avtopilotu yoxlamaqdan heç vaxt çəkinməyin.